Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, hər birinizi İlahi Xitablar verilişindən salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugünkü mövzumuz Nisa surəsinin 136-cı ayəsi barəsindədir. Ayənin tilavətini ilk olaraq dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا بالله ورسوله والكتاب الذي نزل على رسوله والكتاب الذي أنزل من قبل ومن يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر فقد ضل ضلالا بعيدا. Allah Teala bu mübarək surədə müminlərə xitab edərək imani məsələni işarə edir. İmani məsələ dedikdə Allah Teala vurğulayır ki, ey iman gətirənlər, Allahın buyurduqlarına, Allah Rəsulunun sizə gətirdiklərinin hamısına bütövlükdə iman gətirin. Ayə barəsində müxtəlif bəhslər var. O bəhslərdən də düşünürəm, ən əhəmiyyətlisi və mühümü olan budur ki, bu ayəni biz necə müminlərə şamil edirik? Çünki ayə belə başlayır. Yə əyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər, əminu billah, Allaha iman gətirin. Buna görə bəziləri düşünüb ki, buradakı məqsəd, iman gətirənlərdə məqsəd kitab əhlidir. Yəni, ey kitab əhli, iman gətirin İslama, İslamın gətirdiklərinə. Bu məsələni biz Bəqərə surəsində də vurğulamışdıq ki, xeyr, əhli kitaba müraciət hər zaman ya əhləl kitab olaraq bildirilmişdir. Əhli kitaba ya əyyuhəlləzinə əmənu deyərək Qur'an-ı Kərimdə Allah Teala xitab etməmişdir. Bəs yaxşı, qəbul etsək ki, bu xitabda məqsəd müminlərdir, müsəlmanlardır. Ayədə ziddiyyət yaranmır ki. Məsəl üçün Allah bir dəfə deyir, ey iman gətirənlər, iman gətirin. Əgər bu iman gətiribsə, yenidən iman gətirməyin mənası nədir? Bu barədə müxtəlif təhlillər deyilib. O təhlillərin biri budur ki, yəni, ey iman gətirənlər ki, zahirən iman gətiriblər, batinən də iman gətirsinlər. Və yaxud o şəxslər ki, təqlid üzündən iman gətiriblər, indi araşdıraraq iman gətirsinlər. Və yaxud o şəxslər ki, zahirən iman gətiriblər və zahirən də təqlid ediblər,
bu məsələni mənəvi cəhətdən iman gətirsinlər. Bunlar müfəssirlərin bu ayənin barəsində söylədikləridir. Amma Əllamə Təbətəbai və eyni zamanda Əllamə Cəvədaminin nəzərinə əsasən, bunlar hamısı ayə üçün keçərli olsa da, heç bir dəlil yoxdur. Yəni, ayədən bu dediklərimin versiyalarına heç bir dəlil yoxdur ki, deyək ki, ey iman gətirənlər ki, zahirən iman gətirmişsiniz, indi batinən iman gətirin. Söz gözəl ola bilər. Amma sözün gözəlliyi onun dəlilə ehtiyac olmadığını vurğulamır. Bəlkə hər bir söz gözəl olsa da, yaraşsa da ona dəlil lazımdır. Biz Qur'an-ı Kərimin ayələrinə müraciət edəndə və bu ayənin özünə müraciət edəndə görürük ki, məsələ bundan ibarətdir ki, Allah Teala vurğulayır. Yə əyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər. Buradakı iman icmali imandır. Yəni, ümumi olaraq indiyə qədər siz iman gətirmişdiniz Allaha, onun rəsuluna. Əmənu billə artıq burada məqsəd təfsili imandır. Yəni, geniş formada iman gətirin. Yəni, indiyə qədər məhdud şəkildə, məhdud məsələlərə iman gətirənlər. İndən belə artıq bu imanınız genişlənməlidir, əhatəli olmalıdır. Buna görə ayəni biz belə oxuyuruq. Ey o iman gətirənlər ki, iman dairələri, imani məsələlər kiçik idi, az idi. İndi artıq geniş məsələlərə, Allah Rəsulunun gətirdiyi yeni məsələlər də iman gətirin. Yə əyyuhəl-ləzīnə əmənu, əminu billəh və rəsulihi vəl-kitəbəl-ləzi nəzzələ alə rəsulihi vəl-kitəbəl-ləzi ənzələ min qəblu. Ey iman gətirənlər, Allaha, onun rəsuluna nazil olan kitaba, yəni Qur'ana və eyni zamanda ondan qabaq nazil olan kitablara, Tövrata, İncilə iman gətirin. İman gətirdikdən sonra Allah Teala vurğulayır ki, və mən yəkfur billah və mələikətihi və kutubihi və rusulihi vəl-yevmil axir fəqəd zəllə zəlalən bəidən. Hər kim Allah, onun rəsuluna, mələklərə, kitablara və eyni zamanda qiyamət gününə küfür etsə, kafir olsa, heç şübhəsiz bu şəxs axirət gününə ziyana düşənlərdən olacaqdır. Demək, iman gətirin və kafir olmayın. Buna əsasən demək lazımdır ki, burada bu sual yaranır. Allaha iman gətirməyi biz mənasını bilirik. Yəni, Allahı biz qəbul edək. Allahın rəsuluna da iman gətirməyin haradasa mənası aydındır. Allah rəsulunun kitabına da. Bəs yaxşı, keçmiş səmavi kitablara iman gətirmək, mələklərə iman gətirməyin mahiyyəti, anlamı nədən ibarətdir ki, bizə Allah Teala bir çox ayələrdə vurğulayır ki, bunlara iman gətirin. Baxın, Allah Teala müsəlmanlardan ona görə belə bir iman istəyir ki, müsəlmanların düşüncəsində bu formalaşsın ki, Allah hər bir zaman, hər bir əsrdə eyni söz demişdi, eyni məsələni istəmişdi. Yəni, Allah Teala Tövratı nazil edəndə də insanlardan eyni şey istəmişdi, ona ibadət etsinlər, ondan qeyrisinə ibadət etməsinlər. İncili də Həzrəti İsa əleyhissalama göndərəndə də yenə insanlardan eyni şey istəmişdi. Və Qur'anı da nazil edəndə də insanlardan eyni bir şey istəyir, başqa bir şey istəmir. Yəni, müsəlmanlardan Allah Teala təvhidi imanı istəyir və bu təvhidi iman hər bir sahədə olmalıdır. Müəyyən bir sahədə mənim təvhidi imanım olsun, tək Allahlı insan kimi fikirləşim, başqa sahədə Allahı görməyim, Allahın qanunlarını görməyim, belə olmasın. Niyə? Çünki Allah Teala 137-ci ayədə, yəni bundan sonra həmən şəxslərin aqibətini vurğulayır. Deyir, İnnəl-ləzīnə əmənu sümmə kəfəru. O şəxslər ki, iman gətirsinlər, kafir oldular. Yəni, bəzi şeyə iman gətirdilər, bəzi şeyə kafir oldular. Sümmə əmənu, yenidən bəzi şeylərə iman gətirdilər. Sümmə kəfəru, yenidən kafir oldular. Bunların aqibətini Allah Teala vurğulayır ki, bunların küfürləri artar. Ləm yəkunullah.
Allah heç bir zaman bunları bağışlamaz və bunların hidayəti üçün yol yoxdur. Buna görə də əzizlər, bizlər imani məsələlərdə ehtiyatlı olmalıyıq. İmanı ümumiləşdirməməliyik. Yəni bu mənada ki, mən bir şeyə iman gətirmişəm, bəs deməməliyik. Allaha, Allahın buyurduqlarına tək-tək olaraq hər bir müsəlman iman gətirməli, etiqad bəsləməlidir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh. Oh